Bakıda baş verən dəhşətli hadisə cəmiyyətdə ciddi narahatlıq və sarsıntı yaradıb. Binəqədi rayonu ərazisində yerləşən İdrak liseyində 10-cu sinif şagirdinin müəllimi odlu silahla güllələməsi hər kəsi şok edib. Hadisə fevralın 6-sında səhər saat 09 radələrində məktəbin 3-cü mərtəbəsində baş verib. Bildirilir ki, şagird atasına məxsus ov tüfəngini məktəb çantasında gizlədərək liseyə gətirib. Silahdan açılan atəş nəticəsində 29 yaşlı müəllimə boyun nahiyəsindən ağır xəsarət alıb. Onun hazırda xəstəxanada cərrahiyyə şöbəsində müalicəsi davam edir. Həkimlərin məlumatına görə vəziyyəti orta ağırdır. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilsə də, məktəblilərdən birinin sözləri məsələni daha da düşündürücü edir. O iddia edib ki, həmin şagird bir gün əvvəl məktəbdə xoşagəlməz hadisə baş verəcəyini demişdi və təzyiq gördüyünü söyləyirdi. Bu fakt hadisənin arxasında daha dərin psixoloji və sosial səbəblərdən ola biləcəyini ehtimal etməyə əsas verir. Məlumata görə hadisəni törədən şagirdin atası Samir Şirinov əvvəllər Sumqayıt şəhər icra hakimiyyətində vəzifə tutub. Hazırda isə işsizdir. Silahın məhz evdən necə və hansı nəzarətsizlik şəraitində çıxarıldığı da ciddi suallar doğurur. Polis əməkdaşları tərəfindən məktəbli saxlanılıb, silah götürülüb və faktla bağlı cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir. Təhsil ocağında baş verən bu qanlı olay təkcə bir ailənin deyil, bütöv cəmiyyətin faciəsidir. Məktəb uşaqlarının təhlükəsizlik mühitdə elm öyrəndiyi, gələcəyə hazırlandığı yer olmalıdır. Əgər bir şagird çantasına kitab əvəzinə silah qoyaraq məktəbə gəlirsə, burada artıq hamımızın düşünməli olduğu ciddi problemlər var. Fikrimcə, bu hadisə bizə bir daha göstərdi ki, uşaqların psixoloji vəziyyətinə, məktəbdaxili münasibətlərinə və ailədə silah təhlükəsizliyinə daha ciddi yanaşmaq lazımdır. Əks halda sustuğumuz hər problem sabah daha ağır faciələrə çevrilə bilər.